Inter Simone Inzaghi'nin rəhbərliyi altında keçənki uğrunu davam etdirib yenə də çempion ola biləcəkmi, yoxsa titulu Napoli verəcək? Deməli, biz burada qısa olaraq yarım müdafiəçilərin önəmi və ən əsasdakı Nicola Barella'dan danışmaq istəyirik və Interin build-up'ında, build-up yəni hücum oyunun quruluşunda cinah müdafiəçilərinin, İngilizcə buna wing-back deyirlər, fundamental rolunu nəzərə çarpdırmaq istəyirik. Inter qısası Avropanın elitar səviyyədə ən yaxşı əks-hücum komandasıdır və əks-hücum komandası deyəndə biz əlbəttə ki, Simone Inzaghi bunu struktural şəkildə edir. Struktural şəkildə etmək nə deməkdir? Yəni bir var ki, komanda aşağı blokla müdafiə olunaraq, sadəcə olaraq yüksək toplarla hücuma çıxır. Interdə isə bu fərqlidir. Interdə bu ümumiyyətlə oyun sistemidir və heyətinə baxdığımızda Interin heyətinin buna nə qədər mükəmməl şəkildə hazır olduğunu göstərir. İlk öncə gəlin başlayaq ki, ümumiyyətlə Simone Inzaghi'nin Interi özündə nə deməkdir? Əlbəttə ki, birinci ağla gələn taktik olaraq 3-5-2-dir. Burada çox ciddi cinah müdafiəçilərinin iştirakı var. Transition, yəni müdafiədən hücuma, hücumdan da müdafiə keçidlər həddindən artıq sürətlidir və ən əsas Simone Inzaghi'nin bütün oyun fəlsəfəsi istər Lazio'da, istərsə Interdə ondan ibarətdir ki, cinah müdafiəçiləri üçün meydanda sahə, alan yaratsın və o alanı yaratdıqdan sonra aktiv şəkildə onu eksploatasiya eləsin. Lakin bu cinah müdafiəçiləri alanı təmin etmək üçün Interin ən önəmli bir növ komandanın onurğa sütunu əlbəttə ki, orta sahəsidir. Təsadüfi deyil ki, Interdə bəlkə də Avropanın ən balanslı orta sahəsi var. Burada xüsusilə 4 oyunçu, hansı ki, həm həddindən artıq yüksək texnikalı, həm də ki, dərin, yüksək futbol intellektinə malik olan futbolçulardır. Bunlar əlbəttə ki, Hakan Çalhanoğlu, Frattesi, Henrik Mkhitaryan və əlbəttə ki, məncə ən əsas oyunçu Nicola Barella'dır. Biz sizə sadəcə olaraq Nicola Barella'nın mükəmməlliyi ilə bağlı 2 screenshot göstərmək istəyirik. Bunlar Juventus və Empoli oyunlarındandır. Baxın, birinci epizodda Nicola Barella topu alır və Nicola Barella topu aldıqdan sonra burada həm Marcus Thuram, həm onun yanında olan Lautaro Martinez var. Üstəlik sol cinah müdafiəçisi, sol wing-back öz mövqeyini alır və ən əsası, baxın, Dumfries'in daima gözü Nicola Barella'dadır. Yəni ki, bir neçə pas opsiyası var. Burada əlbəttə ki, Thuram'a pas rəqib tərəfindən qarşı salına bilər. Eyni zamanda Lautaro'nun qabağına pasın önəmi yoxdur. Ona görə pasın alanlarından biri ya sağa ya da ki, sol cinahadır. Bu epizodun sonunda Barella misal üçün sağ cinahda olan Dumfries'e tərcih edəcək orta uzunluqla pasla. Növbəti epizodda isə baxırıq, yəni bu Interdə o qədər Simone Inzaghi komandanı sistematik məşq elətdirib ki, biz burada həmin bu epizodu göstərmək istəyirik ki, haradakı Barella'nın top ayağına hələ çatmayıb, amma Dumfries Barella'ya baxaraq bir növ qabağa qaçmağa artıq başlayır da. Özü mərkəzdən geridə Barella ilə eyni xətti top alaraq irəli gedir. Burada da Nicola Barella həm Lautaro Martinez, həm də ki Dumfries'in bir növ oyunçuları qabağa qaçması sayəsində gördüyünüz kimi 2 oyunçunu özlərinə aparır və Barella bir növ boş alan alır ki, o alanı eksploatasiya eləsin. Interin bütün oyun mahiyyəti ümumiyyətlə bu texnika üzərində qurulub. Barella'nın məsələn üçün nə qədər universal olduğunu göstərmək üçün məsələn onun progressiv paslarına baxa bilərik. Burada qırmızı ilə qeyd olunanlar cərimə meydançasında olan progressiv paslardır. O birilər isə sadəcə olaraq meydan başqa sahələrində olan progressiv paslardır. Gördüyümüz kimi Barella'ya bir növ azad rəssam biz deyə bilmərik, çünki azad rəssam daha öndə olur. Yəni harca 10 nömrə mövqeyində olur. Barella isə 6-8 nömrə funksiyasını yerinə yetirir. Sadəcə olaraq bir futbolçunun nə qədər Inter sistemindən fundamental olduğunu sizə göstərmək istəyirik. Digər tərəfdən Interin Bayer Leverkusen'in oyununa da screenshot'a baxmaqda fayda var. Bunun da önəmi nədən ibarətdir ki, müdafiə üçlüyü gördüyünüz kimi birinci xəttədir. Lakin çox önəmli olan o yarım müdafiə üçlüyüdür. Yarım müdafiə üçlüyü daima üçbucaq yaradır. Yəni Simone Inzaghi'nin oyun fəlsəfəsi ondan ibarətdir ki, meydanın lap məsələn sağ cinahda ola bilər, mərkəzdə ola bilər və ya sol cinahda ola bilər. Orada yarım müdafiə, məhz üçlü yarım müdafiə üçbucaq yaradır və bu kadrda biz görmürük, amma hər iki cinahdakı wing-backlər, yəni cinah müdafiəçiləri boşluqda olaraq topu almağı gözləyirlər və onlar da əlbəttə ki, hücuma qoşulduqda bir növ özünlə rəqibi aparır və həm də yarım müdafiəçilər üçün sahə, yəni alan açmış olurlar. Interin oyununda daha bir fundamental oyuncu, yəni bu mövsümdə öz oyununu mükəmməl səviyyəyə gətirən bir futbolçu Alessandro Bastoni'dir. Çünki baxın, birinci olaraq müdafiə alanı hardadır? Yəni ki, hardasa biz deyə bilərik ki, Bastoni Interin klassik oyun fəlsəfəsinə uyğun olaraq orta blokdadır. Lakin maraqlı statistika ondan ibarətdir ki, Bastoni bir tərəfdən müdafiə olunanda Inter hardasa
5, məsələn, cinah müdafiəçiləri keçir bir növ bura hardasa biraz kobud çıxır, amma bəzən Inter oyundan asılı olaraq 5-3-2 və ya 5-3 biraz da Thuram geriyə qalır 1-1. Bəzən isə özündən bir tık aşağı olan komandalarla Inter oynayanda Bastoni adətən hücuma, orta sahaya gəlir və nəticədə hətta Inter build-up eləyəndə Bastoni bu ortada qalıb hücuma qoşulur. Məsələn, burada Bastoninin progressiv paslarına baxdığımızda onun soldan meydana nə qədər, bunu burada göstərdim, amma əslində baxın buradadır. Soldan meydana nə qədər ciddi şəkildə oyunun gedişinə Interdə bir növ joker kimi təsir elədiyini göstərir. Bu Interin rəqibləri açma metodlarından biridir. Digər tərəfdən isə Interin bir tərəfdən ən universal heyəti var. Bu klassik BP Marotta komandasıdır. Böyük transferlərə böyük pullar xərcləmədən mükəmməl komanda yığıb. Bir deyə bilərik ki, sadəcə o hər oyunçunun dubloru var, yəni əvəzedicisi var. Tək dubloru zəif olan oyunçu Hakan Çalhanoğludur. Çünki onun dubloru hardasa Aslanidir, amma Aslani əlbəttə ki, Hakanla müqayisə oluna bilməyəcək bir futbolçudur. Lakin Interin bu mövsüm ən ciddi problemlərindən biri komandanın yorulmasıdır. Bir növ komanda çox qaçır. Komanda rotasiyalara yol əl atsa da, yenə də həm İtalyan kubokunun yarım finalında özünün ən çətin rəqibi Milanla qarşılaşması, həm Çempionlar Liqasında yeganə İtalyan klubudur ki, 8-1 səddini aşıb, növbəti mərhələ 8-1-ə çıxıb və 8-1 sonra aşıb. Həm də ki, Serie A-da çempionluq uğrunda səmimi olaraq Atalanta yoxdur, Napoli ilə birbaşa mübarizə apardığına görə Interin heyəti mövsüm sonuna yaxın biraz hardasa yorulmuş təəssüratı oyadır və bunun nəticəsində həm İtalyan seriyasında Inter çox güclü olsa da intriqa var, yəni Napoli ilə arasındakı xal fərqi minimaldır və eyni zamanda da Interin Çempionlar Liqasındakı çıxışları da maraq doğurur və hardasa məhz o yorulma, fizika faktoru Interin bir növ zəif, bir Akilles tabanı, bir zəif nöqtəsinə çevrilə bilər. Maraqlıdır, görək Simone Inzaghi bu il Interi 2 il əvvəl olduğu kimi Çempionlar Liqasının finalına daşıya biləcək, ya Barcelona və ya Bavariya səhhətlərindən artıq güclü olacaq. Buyurun öz fikirlərinizi bildirin. Mənim şəxsən fikrimcə Inter bu Bavariya Münxeni, nəzərə alsaq ki, Bavariya Münxen bütün müdafiə xətti sıradan çıxıb, pressingi sıradan çıxıb keçməlidir. Ardından isə Barcelonanın qabağına çıxa biləcək ən çətin komandadır. Odur ki, Interi Çempionlar Liqası finalında gözləyirik və 5-ci ildə, son 5 ildə 3-cü dəfə Scudetto-nu Interdə gözləyirik. Yoxsa fələyin işini bilmək olmaz. Buyurun, rəylərdə fikrinizi bildirin, çünki bizə çox maraqlıdır sizinlə rəylərdə dialoqa girib fikir mübadiləsi aparmaq.